نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm Müslümanlar, Riyadus Salihin, Salihlər Bağçası kitabını keçməyə davam edirik. Və bugün biz yeni bir fəsilə başlayırıq. Fəslin adı Əl-İqtisadu fit-Ta'ə, İtaətdə orta yol tutmaq. Ümumiyyətlə bu mövzu itaətdə, ibadətdə, dində orta yol tutmaq çox önəmli mövzudur. Çünki qardaşlar, necə ki ibadəti, itaəti tərk etmək günahdır, eləcə də ibadətdə, itaətdə həddi aşmaq da günahdır. Yəni, orta yol tutmaq lazımdır. Əgər istəyirsənsə, ibadətin qəbul olsun, ibadətin düzgün olsun, orta yolu tutmalısan. Yaxşı, sual. Bəs orta yolu necə tutmaq olar? Cavab, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmaqla. Bunun yolu budur. Başqa yolu yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin tutduğu yol, etdiyi ibadət orta yoldur. Çünki Allah Teala bizə Quranda ibadət etməyi və itaət etməyi əmr edir və həmçində bəzi fərz ibadətlər buyurub. Bu ibadətləri necə yerinə yetirməyi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə bildirir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsi olmasa, ibadətin necə yerinə yetirəcəyini bilmək mümkün deyil. Bəzi hədis inkarçılardan fərqli olaraq. Deyirlər ki, hədislərə ehtiyac yoxdur. Hədislərə ehtiyac olmasa, heç bir ibadətin necə yerinə yetirilməsini bilmək olmaz. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm. Bircə dənə ibadət göstərin mənə Quranda və deyin ki, bu ibadət hədis olmasa əməl etmək olar. Belə bir şey yoxdur. Və ona görə də orta yolu tutmağın demək, yolu nədir? Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sünnəsinə tabi olmaqdır. Və insanlar bu məsələdə üç qismdirlər. Üç qism insan var. Bəzi insanlar azaldır. Yəni, Allahın buyurduğu ibadəti naqis yerinə yetirir. Bəziləri həddi aşır, bir qismi isə orta yol tutur. Məhz doğru edənlər də bu orta yol tutanlardır. Və ümumiyyətlə, qardaşlar, sözsüz ki, burada şeytanın böyük rolu var. Yəni, insanları buna sövq edən şeytandır. Şeytanın məqsədi insanı düzgün ibadətdən yayındırmaqdır. Şeytanın məqsədi budur. Çünki şeytan ibadət etməyən insan bununla işi yoxdur, aydın məsələdir. Bu insan artıq azıb. Lakin ibadət edir insan, şeytan ona daha çox vəsvəsə verir. Daha çox vəsvəsə verməyə başlayır. O necə ki, sahabələr bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə deyirlər ki, bizə elə vəsvəsələr gəlir ki, bizim birimizi götürüb hündür bir yerdən, yəni göydən yerə çıxmağa razı olaraq, ancaq onu dilimizə gətirmək istəmirik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Deyir, bu sənin doğru yolda olmağına işarədir. Və şeytan həmişə insana baxır. Yəni, Allahın ibadətinə yönəlmək istəyən insana və yaxud yönələn insana baxır. Çünki şeytan bildiyimiz kimi insanın bədənində, damarlarında qan dövran etdiyi kimi dövran edir. Onun niyyətini bilir, fikirlərini bilir. Yəni, Allah buna bu imkanı verib. İmtahandır. Və baxır, görür ki, əgər insan ibadətə, itaətə meyillidirsə, yəni bunu günaha salmaq, ibadətdən bunu yayındırmaq çətindirsə, həddi aşmağa yönəldir onu.
Ona görə də fikir versəniz, qardaşlar, məsələn, götürək təkfir məsələsi. Təkfirçilər həddi aşan insanlardır. Nədə? Bir çox məsələlərdə. Baxırsan ki, ət məsələsində, insanlara hökm vermək məsələsində böyük günah, eləsi var, böyük günaha görə təkfir eləyir. Başı açıqdır, kafirdir. Və yaxud namaz qılmır, kafirdir. Namaz qılmaq aydın məsələdir, ixtilaflı məsələdir. Amma yenə də digər məsələ, içki içir, kafirdir. Amma fikirləşmir ki, şəriətin qoyduğu qaydalar var. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin dövründə də içki içənlər vardı. Məyər Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onları təkfir edirdi. Və ona görə də baxarsan ki, təkfirçilərin bir çoxu vəsvəsəlidir. Vəsvəsəli insanlardır. Baxırsan hətta namazlarında vəsvəsəlidirlər. Dəstəmazda vəsvəsəlidirlər. Mən tanıyıram neçəsini. Dəstəmazda vəsvəsəlidir. 5 dəfə dəstəmaz alır. Eləsi var, ayağına məhz çəkmir. Deyir, yox, mən ehtiyat edirəm. Yəni, ehtiyat etmək gətirir bunu hara çıxardır? Təkfirə. Və bu mövzu dediyim kimi, qardaşlar, çox önəmli bir mövzudur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ. Beləcə biz sizi orta ümmət etdik. Orta yol tutmaq lazımdır. Orta yolda sözsüz ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yoludur. Və demək, müəllif bu babda, bu fəsildə 2 ayə qeyd edib. Yəni, adəti üzrə birinci ayələri qeyd edib, sonra hədisləri 2 ayə qeyd edib. Ayələrdən biri Taha surəsinin 1-ci və 2-ci ayəsidir. Uca Allah buyurur ki, Taha mə ənzəlnə aleykəl Qur'anə litəşqa. Taha, biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Yəni, din insanları əziyyətə salmaq üçün deyil. Bu Quran insanları əziyyətə salmaq üçün nazil olmuyor. Bu ayənin təfsirində İbn Kəsir bir hədis qeyd edir, bunun nazil olma səbəbində. Deyir ki, hədisdə deyilir ki, Quran nazil olduqda insanlar, sahabələr, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin sahabələri Quranda olan ayələri əməl etməyə başladılar. Və sonra müşriklər, yəni Məkkə müşrikləri dedilər ki, Allah Teala bu Quranı möminlərə ona görə nazil edib ki, onları çətinliyə salsın. Və bu zaman bu ayə nazil oldu. Allah Teala buyurur ki, Taha, biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. İllə təzkiratan limən yaxşə. Onu Allahdan qorxanlar üçün yalnız bir nəsihət etdik. Nəsihətdir. Və Taha bildiyimiz kimi bu hərflərdir, heca hərfləridir. Bu heca hərfləri Quranda bir çox surələrin əvvəlində gəlir. Əlif, ləm, mim, Yasin, Taha və s. Və bu hərflərin ümumiyyətlə mənası barədə alimlərin bir çox rəyləri var. Lakin üstün olan rəylərdən biri budur ki, bu hərflər, fikir versək Quranda, bu hərflərdən sonra Quran zikr olunur həmişə və ya kitab zikr olunur. Əlif, ləm, mim, zəlikəl kitab, lə raybə fi. Və yaxud Ali İmran surəsində Əlif, ləm, mim, Allahu la ilahə illə huvəl hayyul qayyum nəzzələ aleykəl kitab. Kitab qeyd olunur. Yasin vəl Qur'anil hakim. Həmçinin burada da Taha mə ənzəlnə aleykəl Qur'an. Və alimlər deyirlər ki, burada uyğunluq budur ki, Allah Teala bildirmək istəyir ki, bu Quran bu hərflərdən ibarətdir. Və əgər bacarırsınızsa, siz də bu ayələrə uyğun bir ayə gəlir. Sanki Allah Teala meydan oxuyur. Yəni, ən üstün rəylərdən biri budur. Başqa rəylər də var. Lakin bəzilər deyir ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin adlarıdır. Yəni, bu doğru deyil. Bu düzgün deyil. Və bu ayə bizə nəyi göstərir? Bu ayə göstərir ki, Quran
bizə Allah Teala bizə nazil edib ki, nə üçün? Əksinə biz rahatlığa çıxaq. Yəni Allah Teala buyurur ki, əziyyətə düşməyəsən. Yəni Allah Teala deyir ki, biz Quran nazil ona görə sənə nazil etmədik ki, əziyyətə düşəsən. Mənası nədir? Yəni əziyyətə düşməyəsən. Əksinə xoşbəxt olasan. Ona görə də kim əgər xoşbəxtlik axtarırsa, rahatlıq axtarırsa, o zaman Quranı oxuyub başa düşsün və əməl etsin. Beləliklə həm bu dünyada, həm də axirətdə həm rahatlıq tapar, həm də xoşbəxtlik. Və buna oxşar ayə başqa bir ayə, eyni surədə, Tahə surəsinin 123-cü ayəsində Allah Teala Adəmlə Həvvanı qeyd edir. Adəmlə Həvvadan bəhs edir və o vaxt ki Adəmlə Həvva Allaha asi oldu, şeytan onları azdırdı. Allah Teala nə buyurur? Qaləhbita minhə cəmiən. Allah Teala buyurur ki, oradan, yəni cənnətdən hamınız inin yer üzünə. Ba'dukum li ba'din adu. Bir-birinizə düşmən olaraq. Yəni Adəm zürriyyəti və iblis və onun zürriyyətinə düşmən. Yəni Adəmlə Həvva yox ha. Adəm zürriyyəti iblis zürriyyətinə. فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Məndən sizə doğru yol göstərici gəldikdə, yəni Quran və elçi, kim mənim doğru yol göstərənimə, yəni Qurana və ya həmçinin elçiyə tabi olsa, o zaman o azmaz və bədbəxt olmaz. فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Növbəti ayə Bəqərə surəsindən Allah Teala buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah sizin üçün çətinlik istəmir. Əksinə sizin üçün asanlıq istəyir. Və bu ayə əslində oruc barədə nazil olub. Yəni Allah Teala səfərdə ikən orucu açmağı icazə verib və sonra Allah Teala bildirir ki, Allah sizin üçün çətinlik istəmir, əksinə sizin üçün asanlıq istəyir. Yəni bu oruca aid olsa da, lakin ümumidir, mənası ümumidir. Çünki qayda belədir ki, Quran ayələri barədə, Quran ayələrinin mənası nazil olma səbəbindən asılı deyil. Yəni tək onunla deməli məhdudlaşmır. Mənası ümumidir, ümumi götürülür. Yəni ola bilər ayə hansısa bir səbəbə nazil olub. Lakin mənası ümumidir. Və bu ayədə kimlərə dəlil, kimlərin əleyhinə dəlil var? O kəslər ki, deyirlər ki, din çətindir. Onların əleyhinə dəlil var. Bəziləri, məsələn, hədis inkarçıları kimi. Deyirlər ki, bu şeylər, yəni Allahın Quranda və yaxud Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərdə vacib etdiyi bəzi şeyləri inkar edib, deyirlər ki, bunlar çətinlikdir. Biz asanlaşdıraq deyirik, dinimiz asandır və bu ayəni dəlil gətirirlər. Deyirlər ki, din asandır. Və bu ayə onlara dəlildir. Allah nəyi buyurubsa o asanlıqdır. Onlara ehtiyac yoxdur azaltmağa. Yəni, nəyisə azaltmaqla sən asanlıq gətirmirsən, əksinə naqis elədin. Və bu ayə göstərir ki, dinimiz Allah nəyi buyurubsa bizə, nəyi fərz edibsə, bu özü asanlıqdır. Və belə insanlar, məsələn, onlardan dediklərindən biri cümə namazı. Deyirlər ki, cümə namazı insanlar çətinliyə salır, insanlar əziyyətə düşür. Allah Teala bunu fərz buyurub bizə. Cümə barədə ayə nazil edib, surə hətta nazil edib. Surə və Cümə surəsində buyurur ki, namaza çağırıldığın zaman namaza gəlin və s. Və başqa bir ayədə Allah Teala buyurur ki, وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ. Allah Teala buyurur ki, Allah sizin üçün dində heç bir çətinlik qoymadı. Heç bir çətinlik etməyib. Sonra keçirik hədislərə. Yəni bu mövzu ilə əlaqəli hədislər. Birinci hədis Ayşə radiyallahu anhadan rivayet olunur.
Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləm dəxalə aleyhə və indəhə imraə. Bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhənin yanına gəlir, evinə və onun yanında bir qadın olur. Və sonra qadın çıxır gedir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm soruşur ki, mən həzihi, bu kimdir? Qalət, həzihi fulənə. Ayşə radiyallahu anhə deyir ki, bu filan kəsdir. Təzkuru min salatihə və başlayır onun, həmin bu qadının namazı, gözəl namaz qılmağı və çoxlu namaz qılmağını zikr edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanında. Və bir rəvayətdə hətta gəlir ki, Ayşə radiyallahu anhə qeyd edir ki, o bütün gecəni namaz qılır. Yəni həmin qadını tərifləyir sanki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə və bildirir ki, o bütün gecəni namaz qılır. Qalə Rasulullah sallallahu aleyhi və səlləm məh. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm neyinir? Deyir, yetər. Məh, yəni inkar bildirən bir sözdür ərəb dilində. Məh, yəni yetər. Bu inkar bildirir. Aleykum bimə tutiqun. Siz bacardığınızı yerinə yetirin. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirir. Deyir ki, onun o çox namaz qılmağını qeyd edib, bütün gecəni namaz qılmağı deyir, yetər. Nəyi bacarırsınız, onu yerinə yetirin. Fəvallahi lə yəməllullahu həttə təməllu. Allaha and olsun ki, siz usanmadıkça, yəni bezmədikcə Allah usanmaz. Və sonra Ayşə radiyallahu anhə deyir ki, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sözü bura kimidir. Ayşə radiyallahu anhə davam edir sözü. Deyir ki, وَكَانَ أَحَبُّ الدِّينِ إِلَيْهِ مَا دَاوَمَ صَاحِبُهُ عَلَيْهِ. Hədisi Buxari və Müslim rəvayət edib. Başqa bir rəvayətdə gəlir, وَاِنْ كَانَ قَلِيلًا. Ayşə radiyallahu anhə deyir ki, Allah elçisinin ən çox sevdiyi ibadət insanın davamlı olaraq etdiyi ibadətdir. Yəni, bir insan özünü çətinliyə salıb, böyük çox bir ibadəti üzərinə götürüb və onu bir müddətdən sonra yorulub, bezib atmaqdansa az bir şey götürüb, öz gücü çatan qədər və onu davamiyyətli etməsi daha yaxşıdır. Çünki, qardaşlar, bildiyimiz kimi, ümumiyyətlə, ibadətlərin buyurulmasında əsas məqsəd nədir? Qəlbin islah olması, qəlbə təsir etməsi, düzdürmü? Yəni, ibadət qəlbə təsir etmirsə, o ibadət demək ki, tam yerinə yetirilmir. Və az da olsa ibadətin davamlı olması qəlbə daha çox təsir edir. Çox olub, lakin bir müddətdən sonra dayanmaqdansa. Çünki təsəvvür edin ki, su damcısı, məsələn, çox yüngül bir mayedir, düzdürmü? Su damcısı. Ən zəif mayedir. Lakin bu su damcısı davamiyyətli axması neyinir? Mərməri deşir belə. Daşı deşir. Çünki niyə görə? Davamiyyətlidir. Ona görə də davamiyyətli ibadətlər etmək lazımdır. Yoxsa bir müddət, məsələn, Ramazan ayında ibadəti çoxaldıb, Ramazandan sonra atmaq düzgün deyil. Həmçinin adi vaxtlarda, gecə namazı, məsələn, gecə namazı qılmaq istəyirsən, bəziləri durur, 11 rükət qılır, uzun surələr oxuyur, 1 gün, 2 gün, 3 gün sonra yorulur, bacarmır. Amma bir də var ki, sən 3 rükət qılasan, gecə durasan, bacardığın qədər, bildiyin surələrlə, səcdələrdə dua edəsən, əlvi qaldırıb dua edəsən, gecəni bir hissəsini, yarım saat belə, davamiyyətli ibadətdə keçirməyin sənin bir həftə, 1-2 saat ibadət edib sonra dayandırmaqdan daha yaxşıdır. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə nə deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildirir ki, bacardığınız, gücünüz çatdığınız ibadəti edin. Yəni, hər bir insan öz gücünü bilir. Hər bir insan nəyə qadir olduğunu bilir. Və bu qadının bütün gecəni ibadətlə keçirməsi,
Yəni bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, bu insanın özünü çətinliyə salmasıdır. Və usanmaq nədir? Usanmaq odur ki, yəni insan biraz keçəndən sonra yorulur, bezir. Bu deməkdir. Həmçinin hədisdə qeyd olunur ki, Allaha and olsun ki, siz usanmadıkça Allah usanmaz. Yəni Allah Taala'nın da usandığını burada Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qeyd edir. Deməli qardaşlar, bu Allah Taala'nın usanmağı barədə müəllif bir açıqlama qeyd edir. Yəni özü açıqlayır onu. Və burada usanmağı Allah Taala'nın yəni usanmağını qeyd edir, açıqlayır nə ilə? Savabı kəsməklə. Yəni Allah Taala usanmaz, yəni Allah Taala savabı kəsməz ta ki siz usanmadıkça. Lakin bu demək bu cür təfsir etmək düzgün deyil. Yəni Allahın ad və sifətlərini bu cür bu təbil sayılır. Və doğru yaxşı deyə bilərsiniz. Bəs doğru düzgün təfsir nədir açıqlaması? Düzgün təfsir açıqlaması budur ki, Allahın ad və sifətləri barədə, feilləri barədə gələn hədisləri olduğu kimi təsdiq edirik. Təsdiq edirik olduğu kimi. Keyfiyyətini deyirik ki, Allaha layiqdir. Layiqli olan şəkildə. Ümumiyyətlə, bir dənə də burada 2 dənə qayda qeyd edəcəm. Qaydalardan biri budur ki, demək, ərəbcə belə qeyd edilir, qayda belə qeyd olunur. Mə yəlzəmu əs-sifə bi'tibər idafətihə iləl-məxluq lə yəkunu ləzimən lis-sifəti bi'tibər idafətihə iləl-xaliq. Yəni, mənası budur ki, bir sifətin bir məxluqa nisbət edildikdə ondan, deməli, həmin bu sifətin müəyyən mənaları zəruri etməsi, yəni nə deməkdir? Yəni, məsələn, usanmaq, bezmək nə deməkdir? İnsana nisbət olunarsa, o deməkdir ki, insan yoruldu, düzdürmü? Bir sifətin məxluqa aid olması, müəyyən mənalar və xüsusiyyətləri zəruri etsə də, bu sifət Allaha aid edildikdə bu zəruriyyətlər keçərli olmur. Yəni, Allaha aid olduqda o deməkdir ki, insana aid olan həmin bu xüsusiyyətlər Allahda da var. Çünki Allah Taala leysə kəmislihi şeyun. Allahın bənzəri yoxdur. Heç bir şey ona bərabər ola bilməz. Çünki Allahın sifətləri ona layiqli şəkildə başa düşülməlidir. Və məxluqa bənzədilərək yox. Və bu sifətdə, bu hədisdə də Allahın usanması deyildikdə insanın usanması başa düşülməməlidir. Çünki insanın usanmasından biz nə məna çıxardırıq? Bu yorulur. Yorulur, amma o demək deyil ki, Allah Taala da yorulur. Xeyr. Bu Allahın özünə xas şəkildə. Həmçinin digər Allah barədə ayə və hədislərdə, məsələn, Allahın istehza etməsi, həmçinin Allahu yestehzi'u bihim. Allah kafirlərə istehza edir. O demək deyil ki, insanların istehza etdiyi kimidir. Allah və yaxud Allah Taala'nın hilə qurması. O deməkdir ki, insanın hilə qurması kimidir. Bu kimi həmçinin usanmaq da elədir. Yəni, o demək deyil ki, deməli, bu sifət insana aid edildikdə hansısa bir xüsusiyyətlər tələb edirsə, bu Allaha da aid olmalıdır. Xeyr. Və həmçinin əksinə, bir sifət Allaha aid edildikdə ondan çıxan kamil sifətlər o deməkdir ki, insana da aid edilməlidir. Bunun əksi də belədir. Həmçinin ikinci qayda nədir dedik? Qayda budur ki, əgər bir sifət Allaha aid edilərsə, o Allahın özünə xasdır. Onun, deməli, cəlalına layiqli şəkildədir. Necə ki, məxluqa aid edilən sifət ona aiddir. Bu hədis barədə bu qədər, qardaşlar. Növbəti hədisimiz, sonuncu, yəni bu günə olan sonuncu hədisimiz Ənəs radiyallahu anhudan rəvayət olunur.
An Enes radıyallahu anhu qala: "Ca'a thalathatu rahtin ila buyuti azvacin Nebi sallallahu aleyhi ve sellem yes'aluna an ibadeti Nebi sallallahu aleyhi ve sellem." Enes ibn Malik rivayet edir ki, bir dəfə 3 nəfər Peyğəmbərin sallallahu aleyhi ve sellemin evinə gəlib, onun əhli əyalından, yəni ailəsindən Peyğəmbərin sallallahu aleyhi ve sellemin ibadəti barəsində soruşdu. فَلَمَّا اُخْبِرُوا كَأَنَّهُمْ تَقَالُّهَا. Bu haqda onlara xəbər verildikdə, onlar həmin ibadətləri özləri üçün az hesab etdilər. Yəni kiçik gördülər, az. Və belə dedilər. فَقَالُوا أَيْنَ نَحْنُ مِنَ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ قَدْ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ. Və belə dedilər. Peyğəmbərlə biz bir deyilik. Yəni biz hara? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hara? Üstəlik Allah onun keçmiş və gələcək günahlarını bağışlamışdır. Keçmiş və gələcək günah bağışlamışdır. Belə olan halda onlardan biri dedi. Qalə əhəduhum. Əmmə ənə fəusallil leylə əbədən. Onlardan biri dedi ki, mən bundan sonra bütün ömrüm boyu gecələr namaz qılacağım, yatmayacağım. Fəqaləl əxar. Başqası dedi, digəri dedi. Və ənə əsumud dəhrə və lə uftir. Mən isə ömrüm boyu oruç tutacağım və heç vaxt orucumu açmayacağım. Yəni hər gün oruç tutacağım. Və qaləl əxar və ənə a'təzilun nisəə fələ ətəzəvvəcu əbədən. Üçüncü isə dedi ki, mən heç vaxt evlənməyəcəm. Qadınlardan uzaqlaşacağım, heç vaxt evlənməyəcəm. Fəcəə Rasulullah sallallahu aleyhi ve sellem ileyhim fəqalə Əntumul-ləzīnə qultum kəzə və kəzə. Allah elçisi gəlir onların yanına və deyir ki, bu sözləri deyən sizsiz. Əmə vallahi inni ləəxşəkum lillahi və ətqakum ləhu. Deyir ki, Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız və ən təqvalınızam. Lakinni əsumu və uftir və usalli və arqud və ətəzəvvəcun nisə. Lakin mən buna baxmayaraq, həm oruç tuturam, həm orucumu açıram, həm namaz qılıram, həm yatıram, həm də qadınlarla evlənirəm. Fəmən rəğibə an sünnəti fəleysə minni. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyil. Buxari və Müslim rivayət edib. Demək qardaşlar, bu hədis həqiqətən də çox önəmli bir qaydanı bizim üçün açıqlayır. Deməli, birinci fikir verin. İlk növbədə bu insanların, yəni Mədinədən kənar yerdə, bir ərazidən gəlib, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadəti barədə soruşmaları yaxşı bir əməldir. Gözəl əməldir. Gəliblər və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadəti və itaətləri barədə soruşurlar. Nə üçün? Ki, baxsınlar necə edirlər. Necə edir və ona tabi olsunlar. Lakin bunlar nə edir? Hədisin əvvəli yaxşıdır. Yəni, düzgündür. Sonra gör nə edirlər? Soruşandan sonra müqayisə edirlər. Öz ibadətlərinə müqayisə edirlər. Yəni, burada səhv edirlər. Və səhv etdiklərinə görə də azırlar. Yəni, səhv söz işlədirlər və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəlir onları düzəldir. Yəni, eşitdin Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadətləri barədə, itaətləri barədə, amma demək ki, bu azdır, Peyğəmbərin müqayisə edirlər və öz ağılları ilə yozurlar. Və fikir verin, buna görə də nə edirlər? Səhvə düşürlər. Lakin doğru necədir, düzgün necədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim üçün nümunədir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur. Onun hədisini eşitdikdə, onu dərhal nəynəsə yozmaq, nəynəsə müqayisə etmək, necə ki, hədis inkarçıları azmaqlarına səbəb budur. Hədis inkarçılarının azmaqlarına səbəb hədisləri öz ağıllarına görə ölçməkdir. Halbuki din sənin ağlınca deyil. Din sənin ağlından daha üstündür. Dini göndərən bu ağlı yaradan Allahdır. Və Allah Teala bilir sənin ağlı və Peyğəmbər göndərir və Peyğəmbər nümunədir. Və ona görə də bunlar fikir verin, öz ağıllarını
müqayisə etdiklərinə görə, ağıllarına başla ölçdüklərinə görə səhvə düşdülər. Və nə etdilər? Bu onları həddi aşmağa apardı. Və biri dedi ki, mən demək bütün gecəni yatmayacağam, biri dedi mən ömrüm boyu oruç tutacağam, biri də dedi ki, mən demək qadınlarla evlənməyəcəm. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunların bu sözünü eşitdikdə dərhal gəlir onların yanına və dəqiqləşdirir. Birinci dəqiqləşdirir. Yəni bu da dəlalət edir ki, insan bir xəbər eşitdikdə dəqiqləşdirməlidir. Çünki səhv də ola bilər. Və deyir ki, belə-belə söz deyənlər sizsinizmi? Deyirlər, bəli. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onları nə edir? Onları başlayır səhvlərini düzəltməyə. Deyir ki, siz səhv edirsiniz. Mən Allahın ən təqvalı quluyam. Ən çox Allahdan qorxanam. Lakin mən mən oruc da tuturam, iftar da edirəm. Namaz da qılıram, gecənin bir hissəsini yatıram və həmçində evlənmişəm də. Özü də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir neçə qadınla evlənib. Yəni bir yox, bir neçə. Və sonra deyir ki, kim mənim sünnəmdən üz döndərərsə məndən deyil. Fikir verin qardaşlar. Əslində indi gəlin ağılla ölçsək, yəni öz naqis ağlımızla. Deyərik ki, burada nə var ki? Gecəni namaz qılır da, bütün gecəni namaz qılır kişi. Biz öz ağlımızla ölçək. Niyə görə mən? Amma elə deyil. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, mənim sünnəmdən üz döndərmiş sayılırsan. Yəni namaz qılmaq, baxmayaraq ki, namaz qılır, amma yenə də həddi aşdığına görə sünnəyə deməli üz döndərmiş sayılır. Digəri oruç tutmaq. Oruç ibadətdir. Ağılla ölçsək deyərik ki, hər gün oruç tutur da, lakin sünnədən üz döndərmiş sayılır. Evlənmir. Çünki ailə mane olur. İbadətə və s. yayındırır və s. Lakin bununla belə nədir? Sünnədən üz döndərmiş sayılır. Yəni, fikir verirsinizmi? Demək ki, qardaşlar, sünnədən üz döndərmək tək ibadəti tərk etməklə deyil, ibadətdə həddi aşmaqla da olur. Yəni, ibadətdə həddi aşmaq da nədir? Demək, sünnədən üz döndərməkdir. Və sünnədən üz döndərmək. Fikir verin, bu söz nəyi göstərir? Göstərir ki, bu əməl böyük günahdır. Çünki ümumiyyətlə hədislərdə əgər gəlirsə hansısa bir əməli edən Peyğəmbərin sünnəsindən üz döndərmişdir və s. bu həmin əməlin böyük günah olmağına dəlalət edir. Göstərir ki, bu böyük günahdır. Və bu qədər qardaşlar, bu hədis barədə inşallah gələn dərsimizdə digər hədisləri götürəcəyik. Allah bizi eşidib faydalardan etsin. Allah bizi bu dində sabit etsin. Allah bizi orta yolu tutub getməyi nəsib etsin.